Allah bilir sən əziyyət çəkirsən, amma bir sözünü eləmək istəyir mələklərə göstərsin, baxın, bəndəmə əziyyət verirəm, razı halda gəlib mənim qapıma, baxın görün nə yaratmışam. Mələklərə səni göstərmək üçün sənin əziyyətini görür, sadəcə istəyirsən əziyyətlər müqabilində şikayət edib, yox, razılıq halından Allahın qapısına gəlirsin. Desin, Allah şükür, hər şeydən razıyam, amma borcum var, məsləhət bilsən, mənim üçün yetir borcumu ödəyim. Məsləhət bilmirsənsə borclu qalaram, yenə də təlaş edərəm. Bax, belə haldan insan gedə Allahın qapısına. İmam Həsən əleyhissalamın sözü deyir, kim razı halda Allahın qapısına getsə, mən İmam Həsən zəmanət verirəm, duasını qəbul. Duası qəbul olur. Allah halıq müştərisi. Verib verməmək asan məsələ, bunu yaddasan. Bir dənə birinci kişi bir huzurundasınız da, hər şeyin xəzinəsi onun əlindədir. Niyə verməsin? Niyə verməsin? Halı istəyir, halın müştərisidir. Halı yaratmaq üçün məhrum eləyir səni. Məhrum eləyir ki, nəhayət ki, sən bu halı yaradıb, özün xoşbəxt olasan. Sənin əsircəmək üçün yaratmayıb ki, onsuz da yeri göğü sənin ixtiyarında qoyur. Hərdən deyir, verməyin, görək nə olacaq, halı nə olacaq, o haldır mühüm. Verməyəndə də desən, sən mənim rəbbimsən, az verməmsən ki, bunu istəmirsən vermə. Onda deyir, bəs deyir, bunu istəyirəm, hacətli vermə. Biz amma deyir, bədbəxtdən bir çarəyəm, bu nə iş?